Doktor, bir əməliyyatla insan nə qədər dəyişə bilər? Bizim ümumiyyətcə kombinə olunmuş əməliyyatlarımızda məhz bir neçə nahiyənin əməliyyatı icra olunduğuna görə biz deyə bilərik ki, insan bax belə loru dilində təpədən dırnağa kimi dəyişə bilər. Çünki bura həm məsələn üzgərmə əməliyyatı, eyni zamanda burun əməliyyatı, eyni zamanda bədən vücuda aid olan əməliyyatları da daxil edə bilərik. Yəni bu təbii ki, biraz kənara çıxsaq deyə bilərik ki, eyni vaxtda neçə əməliyyat icra edə bilərik. Yəni bu da hər bir orqanizm, vücudun özünün immun sisteminə, dayanıqlıq qüvvəsinə və imkanlar səviyyəsinə görə icra edilir. Biz yəni məqsəd qoymuruq ki, mütləq şəkildə eyni vaxtda pasiyentə 5, 6, 7 əməliyyat edək və yaxud da 3 əməliyyat edək və yaxud da 2 əməliyyat edək. Sadəcə bunların hamısı kombinə şəklində olarsa, pasiyent düzgün seçilir, pasiyentin əməliyyat öncəsi hazırlığı olur və biz də buna uyğun olaraq bir neçə əməliyyatı bir vaxtda icra edirik. Həm də icra etdiyimiz əməliyyat sonraki baxımın da çox böyük önəmi, əhəmiyyəti var ki, yaralar rahat, gözəl sağalmalıdır və bədən daha tez özünə gəlməlidir. Amma eyni vaxtda deyək ki, kombinə olunmuş əməliyyatlardan sonra yenə də desək insanın nə qədər dəyişdiyini çox böyük anlamda dəyişikliklər olur. Üzgərmə əməliyyatından sonra 10-15 yaşdan 20 yaşa qədər gəncləşmə, cavanlaşma əməliyyatı deyirik biz üzgərmə əməliyyatına. Və eyni zamanda bilirik ki, və ətrafımızda artıq bunu bilməyən yoxdur ki, burun əməliyyatı, buxaq əməliyyatı sonraki insanlar necə dəyişirlər, insanlar nə qədər yaşlarından qat-qat qoca görsənirlər, onların pis burnu varsa, əyri burnu varsa, qat-qat yaşlı görsənirlər o vaxt, hansı ki, onların buxağı varsa, adi bir buxaq liposaksiyası, buxaq gərməsi ilə bir pasiyentə 5-10 yaş civarında gəncləşmə vermək mümkün olur. Ancaq vücud əməliyyatlarına keçiddə isə, məsələn, sinə yığılması, toparlanması, sinə kiçiltmə və yaxud da implant qoyulması və yaxud da bədən şəkilləndirmə dediyimiz abdominoplastika, liposaksiya, popoplastika, qalife popofilinqi və s. Bunların hamısında gənc yaşlarında, cavan yaşlarında, qız yaşlarındakı dövrün bədən şəkilləndirilməsinə və hətta ondan da artıq formaya, figura verilməsi, yəni full BBL əməliyyatı da deyilir buna. Yəni bu balıq bədən yaradılması deyək buna, biz həm də o 90-60-90 da deyə bilərik. Yəni komple şəkildə yenə də təpədən dırnağa kimi bir insanı dəyişmiş olur.